Naftalanda şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Zəfər səlnaməsinin 5 ili mövzusunda tədbir keçirilib. Tədbir şəhərin Heydər Əliyev parkının ərazisində Zəfər bayramı münasibəti ilə şəhid ailələri ilə birlikdə ağac əkmə aksiyasının keçirilməsi ilə başlayıb. Daha sonra Heydər Əliyev meydanında məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Tədbirdə vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Zəfər gününə həsr olunmuş film nümayiş olunub. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoyaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini qeyd ediblər. Vurğulanıb ki, Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Tədbir Zəfərin Mübarək Azərbaycan adlı konsert proqramı ilə davam etdirilib. Elvin Qudrətov, Rahim Məmmədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.